Deməli dostlar, belə bir maraqlı məsələmiz var. 2 dənə kvadrat mötərizə daxilində ifadə verib. Bilirik ki, kvadrat mənfi olmadığı üçün 2 ifadənin kvadratı sıfıra bərabərdirsə, demək ki, bu ifadələrin hər biri yalnız sıfıra bərabər olduqda doğrudur. Yəni, baxın, birinci ifadəni sıfıra bərabər eləyəcəm və ikinci ifadəni ayrı-ayrılıqda sıfıra bərabər eləyib, oradan ortaq x-i tapacam. Buradan ilk ikisindən x, üzr istəyirəm, bu x kvadrat imiş. Bu x kvadrat. X kvadratı mötərizə xaricinə çıxarsaq, qalacaq x çıx 4. Bu ikisini sadəcə mötərizəyə alsaq, x çıx 4 olacaq. Çünki qarşıda mənfi işarəsi var. Və x çıx 4-ü mötərizə xaricinə çıxarsaq, qalacaq x kvadrat çıx 1. Bunun yerində 1 qalır. Bərabərdir 0. Ayrı-ayrılıqda 0-a bərabər eləsək, x çıx 4 bərabərdir 0, x bərabərdir 4 və x kvadrat çıx 1 bərabərdir 0, x kvadrat bərabərdir 1. Buradan da x bərabərdir mənfi 1 və müsbət 1. 3 dənə kökü var. İndi ikinci olaraq dostlar, bu ifadəni mən bu ifadəni 0-a bərabər eləməliyəm. Əslində tənliyin kökünü tapmaq üçün 4 mənfi 1, 1 ifadələrini yerinə qoyub hansısa sıfıra çevirsə onu da götürmək olur. Amma ətraflı yazılı cavab tələb olunan tapşırıqlarda o həll doğru hesab olunmayacaq və tam bal almayacaqsınız. Ona görə əsl riyazi üsulla həll eləməyə çalışaq. Yəni 4-də 1 log 2 əsasdan x-in kvadratı və logun da kvadratı var. Yəni loqaritmanın kvadratı çıx 3 log 2 əsasdan x üstəgəl 2 bərabərdir 0. Hər tərəfi bir 4-ə vuraq. Hər tərəfi dostlar 4-ə vuranda, baxın, 4 vur 4. Burada 4-lər getdi, 1 qaldı. Log 2-dən x kvadrat, logun da kvadratı, çıx 12 log 2-dən x, üstəgəl 4 vur 2, 8. Dostlar, burada əvvəlcə bu x kvadratı, baxın bunu görürsünüz, qarşıya atacam. Qarşıya amma o 2 olaraq yox, bax bu logun kvadratı da var axı. Elə bir o qarşıya düşəndə 2 kvadrata yüksəlir, düşür. 4 log 2-dən x-in kvadratı, yəni logun kvadratı çıx. 12 log 2-dən x üstəgəl 8 bərabər 0. Əslində burada 4-ə vurmasam da olardı, çünki bu 4 ixtisar gedəcəkdi, amma eyb yoxdur. İndi gəlin təzədən 4-ə bölək, baxın işimi uzatdım. Təzədən 4-ə bölsək, tənliyin hər tərəfini log 2-dən x-in kvadratı, bu elə deməli 3 log 2-dən x üstəgəl 2 bərabər 0. Buradan log 2-dən x-a t desəm, dostlar, bu t kvadrat olacaq. Yəni t kvadrat çıx t, 3t üstəgəl 2 bərabər 0. Viet teoreminə əsasən tənliyin kökləri 2 və 1. Vuranda 2, toplayanda 3. İndi biz axı log 2-dən x-a t demişdik. Deməli, log 2-dən x-i bir dəfə 2-yə, bir dəfə də log 2-dən x-i 1-ə bərabərləsək. Buradan x bərabərdir 2 üstü 1, yəni 2. Buradan x bərabərdir 2 üstü 2, yəni 4. Biz baxın, buradan aldıq 4 və 2. Burada nə almışdıq? 4 mənfi 1, 1. Deməli, ortaq kök 4 olduğu üçün bu tənliyin həlli, baxın, bu tənliyin həlli x bərabərdir 4 olacaq.